ABŞ yaxın şərqdə savaş bataqlığı düşməsi Ağ Evi çətin duruma salıb. Xüsusilə son vaxtlar ABŞ-ın siyasi elitasında və cəmiyyətində güclənən etiraz dalğası Tramp administrasiyasının qlobal məkanda manevr imkanlarını məhdudlaşdırmağa başlayıb. Ona görə də indi də Ağ Ev ABŞ cəmiyyətinin diqqətini ölkənin həm daxili, həm də xarici problemlərindən yayındırmaq üçün müxtəlif variantlar axtarmaq məcburiyyətində qalıb. Və bu baxımdan Tramp administrasiyası qlobal geopolitik savaşı yeni alətinə çevirə biləcək fərqli mexanizmlərə yönəlmək çalışdığını da açıq şəkildə sezdirir. Onu da qeyd etmək lazımdır ki, nə qədər qəribə olsa da ABŞ-da UFO və yad planeti sivilizasiya mövzusunu indi yenidən ölkə daxili gündəminin ən çox müzakirə olunan məsələlərindən birinə çevirib. Ağ Evin keçmiş və hazırki siyasi elitası bu mövzuda ard-arda açıqlamalar verir. Pentagon məxfi sənədləri mərhələli şəkildə ictimaiyyətə təqdim edir. ABŞ Konqresində xüsusi dinləmələr keçirilir və hərbi pilotların ifadələri yayılır. Bu isə artıq onu göstərir ki, Tramp administrasiyası uzun illər komplo nəzəriyyəsi kimi təqdim edilən bu mövzunu yeni siyasi və strateji platformaya daşımağa başlayıb. Məsələ ondadır ki, xüsusilə də Prezident Donald Trump tərəfindən ABŞ Müdafiə Nazirliyinə, eləcə də digər federal qurumlara UFO və yad planeti sivilizasiya ilə bağlı mövcud olan sənədlərin açıqlanması istiqamətində rəsmi göstəriş verib. Məhz həmin göstərişdən sonra həm ABŞ daxilində, həm də qlobal məkanda bu mövzuda müzakirə daha da intensivləşib. Üstəlik, Ağ Evin sahibi Donald Trumpın sosial şəbəkə paylaşımında xalqın həqiqətləri bilməyə haqqı var mövzulu mesajlar verməsi və məsələyə məhz emosional yanaşması ABŞ daxilində onsuz da dərinləşən siyasi qütübləşməyə yeni impuls qazandırıb. Maraqlıdır ki, Prezident Trump bu məsələni yalnız elmi və təhlükəsizlik mövzusu kimi təqdim etmir. Ağ Ev sahibi eyni zamanda bunu federal sistemin daxilində gizlədilən sirlərin açılması prosesi kimi siyasi kampaniya elementinə çevirməyə çalışır. Belə ki, ABŞ son illərdə dərin dövlət, xüsusi xidmət strukturlarının nəzərə çıxması və ictimaiyyətin məlumatların gizlədilməsi ilə bağlı müzakirələrin artmaqda olduğunu müşahidə edilirdi. Göründüyü kimi, böyük ehtimalla yaxın vaxtlarda Trump administrasiyası UFO mövzusunda mümkün qədər daha çox sənədlərin, yeni video görüntülərin və hərbi şahid ifadələri yaymaqda daha da maraqlı ola bilər. Ancaq əsas məsələ bunun həqiqətdən yad planeti sivilizasiya ilə bağlı olub-olmaması deyil. Əsas məsələ ondan ibarətdir ki, UFO fenomeni artıq böyük dövlətlərin siyasi manipulyasiya, psixoloji təsir və strateji rəqabət alətinə çevrilmək üzrədir.